Bugün əməkdar jurnalist, professor, ATV kanalının prezidentinin müşaviri Etibar Babayevin müəllif olduğu Xatirələr İşığında Heydər Əliyev kitabının təqdimat mərasimi baş tutub. Yeni Çağaz xəbər verir ki, tədbir Heydər Əliyev mərkəzində Milli Məclisin deputatları, ictimai xadimlər və media nümayəndələrin iştirakı ilə keçirilib. Təqdimatdan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Tərəqqi medalı laureatı Gülşən Behdud, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlərdən bəhs edib. O, Xatirələr İşığında Heydər Əliyev kitabını ulu öndərin həyat və fəaliyyətini əhatə edən önəmli bir nəşr kimi dəyərləndirib. Daha sonra Etibar Babayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Nümayişdən sonra müəllif çıxış edərək keçdiyi çətin və mənalı həyat yolundan danışıb. Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, xalq rəssamı Arif Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Qulu Məhərrəmli və Ümid Rəhimoğlu çıxışlar edərək kitabın məzmunu və müəllifin ictimai fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. Sonda tədbir iştirakçılarına kitabla bağlı hazırlanmış film təqdim olunub.